Salam əziz şagirdlər. Bu videoda 2026-cı il 18 yanvar tarixində Respublika Fənn Olimpiadasının rayon şəhər turunun 10-cu sinif riyaziyyat imtahanına düşmüş sualların həllinə baxacağıq. Sualların həllinə keçməmişdən əvvəl qeyd etmək istəyərdim ki, Respublika Fənn Olimpiadalarına riyaziyyat fənnindən hazırlaşmaq istəyən şagirdlər 050 637 8065 nömrəsi ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərlər. İndi isə gəlin sualların həllinə keçək. Birinci sualda ifadənin qiymətini tapmamızı istəyibdir. İlk öncə uşaqlar, biz görə bilərik ki, 17 çıxılsın 4 kök altda 18 ifadəsi 3-ün kvadratı 17-nin 3-ün kvadratı üstə gəlilsin. 2 kök altda 2-nin kvadratı çıxılsın 18-i 3 kökdə 2 kimi yazsam, bu da olacaq çıxılsın 2 vurulsun 3 vurulsun 2 kökdə 2 şəklində yazsaq, bu 3 çıxılsın 2 kökdə 2-nin kvadratı olacaq. Kökün altından da bu ifadənin modulu çıxmalıdır və 3 də 2 kök altda 2-dən. Yəni kök altda 8-dən böyük olduğuna görə ifadənin özü çıxacaq kökün altından. Onda bizim ifadəmiz 3 üstə gəlinsin 2 kökdə 2 vurulsun 3 çıxılsın 2 kökdə 2 halına düşmüş olacaq. Və bu iki ifadənin hasildə 2 kvadratın fərqidir, hansı ki o da bizə 1 verər. Yəni cavabımız A bəndidir. Əgər uşaqlar bu ifadəni bu şəkildə yazmaq ağlınıza gəlməsəydi, bu ifadəni kökün altına salıb da sualı həll edə bilərsiniz. Yəni bu ifadəni kökün altına saldıqda bu ifadəni kvadrata yüksəldirsiniz. Və kvadrata yüksəldib bir yerə yığandan sonra görəcəksiniz ki, bunun üstəgəlinə bərabərdir. Yəni bunun qoşmasıdır. İkinci sual. Satıcı mağazadakı qələmlərdən 10 dənəsinə 20% gəlir, geri qalanlarını 40% gəlirlə sataraq bu iki satışın nəticəsində 32% gəlir əldə etmişdir. Mağazadakı qələmlərin sayını tapın. Uşaqlar, tutalım ki, mağazadakı qələmlərin sayı x olsun. Düzdürmü? Bunların hər birinin qiyməti isə A olsun. Onda qələmlərin 10 dənəsini 20% gəlirlə satıbsa, A-nın üzərinə A-nın 20%-ni gəlsək, 5-də 6 eləyər. Düzdürmü? Üstə gəlinsin. Yerdə qalan qələmlər, hansı ki, x çıxılsın 10 dənə qələmi 40% gəlirlər. Yəni A-nın üzərinə A-nın 40%-ni gəlsəm, 7 bölünsün 5 eləyər. Qiymətə satıb və bu iki qiymətin cəmi deməli 32% gəlirə bərabərdir. Yəni ümumiyyətlə qələmləri xərclənən pul AX idi deyə, AX-ın 32%-i də 1.32 AX deməkdir. Yəni bu məsələ bu tənliyi ödəyir. Yəni bu məsələdən bu tənliyi əldə edərik. Buradan da uşaqlar deməli bu ikisinin hasili 12A üstə gəlinsin 1.4A çıxılsın 14A bərabərdir 1.32 AX əldə etmiş olaraq və burada 1.4 AX idi. Buradan da uşaqlar 1.4 AX-dan 1.32 AX çıxsaq 0,8 AX əldə edərik, hansı ki bu da 2A-ya bərabərdir. Və buradan da x-i tapsaq, x-imiz 25-ə bərabər olmuş olacaq. Hansı ki bizə də x lazım idi. Üçüncü sualımız da sadə bir sualdır. 2 dənə mənfi olmayan ifadənin cəmi. Baxın, bu da 0-dan böyük bərabərdir. Bu da 0-dan böyük bərabərdir. Yəni kökün altından da mənfi olmayan bir ifadə, moduldan da mənfi olmayan bir ifadə çıxır və bunların cəmi 0-dırsa, deməli ikisi də eyni zamanda 0 olmalıdır. Bu da 0-dır, bu da 0-dır. Yəni, y kvadrat üstə gəlsin 4y plus 4, hansı ki, y üstə gəlinsin 2-nin kvadratıdır. Bu 0-a bərabər olmalıdır. Eyni qayda ilə
2x sıxılsın 3y də 0-a bərabər olmalıdır, yəni 2x bərabərdir 3y. Buradan da y-i mənfi 2 əldə edərik. Y bərabərdir mənfi 2. Gətirib burada y-in əvəzinə mənfi 2 yazsam, x-i mənfi 3 əldə etmək mümkündür. Deməli, y mənfi 2, x-dan mənfi 3. Toplam mənfi 5 olmuş olacaq. Deməli, uşaqlar, növbəti sualımızda da bu ədədin təşkilçilər mərtəbəsindəki rəqəmi müəyyən etməyimizi istəyir. Deməli, biz 1417-58-in mod 10-dakı qalxına baxmalıyıq. Yəni, sonuncu rəqəmi tapmaq istəyiriksə, mod 10-dakı qalxa baxmaq lazımdır. Uşaqlar, sonuncu rəqəmi tapmaq istəyirəmsə, mənim bu əsasdakı ifadəmin sonuncu rəqəmini götürməliyəm. Yəni, məni bu hissələr əslində maraqlandırmır, 7 maraqlandırır. Yəni, bunun mod 10-dakı qalxı ilə 758-in mod 10-dakı qalxı olacaq. Gəlin, 7-nin qüvvətlərinin 10-a olan qalxına baxaq. 7 üstü 1-in 10-a olan qalxı 7-dir. 7-nin kvadratının 10-a olan qalxı 9-dur. 9 mod 10-da nədir? Mənfi 1. Yadınızda qalsın uşaqlar. Hər hansısa bir sualda modu həll etmək istəyirsinizsə, həmişə 1 və ya mənfi 1 əldə etməyə çalışın. Niyə? Çünki 1-in istənilən qüvvətini tapmaq olur və ya mənfi 1-in istənilən qüvvəti 1-dir və ya mənfi 1-dir. Aydındır? 1-in istənilən qüvvəti 1-dir. Ona görə biz də 9-u tapdıq. 9 da mod 10-da mənfi 1 deməkdir. 9 da mod 10-da mənfi 1 deməkdir. Yəni 9 üstü. Deməli, mən bunu yazıram. 7 üstü 2, düzdürmü? Üstü 29. 7 üstü 2-nin 10 olan qalxı 9 oldu. 9 üstü 29. Birinci belə baxa bilərsiniz ki, 9-un cüt qüvvətləri 1 ilə bitir, tək qüvvətləri 9-la. Ona görə cavabımız 9 olacaq. Və ya bunu siz mənfi 1 yazırsınız, mənfi 1 üstü 29. Bu da mənfi 1-in də tək qüvvəti mənfi 1 verər, mənfi 1 də mod 10-da 9-dur deyə cavabımız 9 mod 10 olmuş olacaq. Yəni, cavabımız Y-bənd. 5-ci suala baxırıq. 5-ci sualda da uşaqlar, bizə belə bir deməli, bərabərlik verilibdir. F0-ın qiyməti verilibsə, F8-i tapın. Uşaqlar, mən bunu çarpaz vursam, 3Fx bərabərdir 3, Fx sıxılsın 1. Üstə gəlsin, 2 əldə edərəm. Buradan da 3Fx sıxılsın 3, Fx sıxılsın 1 bərabərdir 2 əldə etmiş olarıq. X-in əvəzinə uşaqlar 1 qoysaq, 3F1 sıxılsın 3F0 bərabərdir 2. 3F2 sıxılsın 3F1 bərabərdir 2. 3F3 sıxılsın 3F2 bərabərdir 2 kimi yazsam və sonda da 3F8 sıxılsın 3F7 bərabərdir 2 yazsam və bunları tərəf-tərəfə toplasam uşaqlar, nə olacaq? Deməli, bununla bu gedir, bununla bu gedir. Deməli, sonuncu və əvvəlinci qalır. Onda bunlar hamısı bir-biri ilə islah keçsə, bizim əlimizdə nə qalacaq? 3F8 çıxılsın 3F0. Bu bərabər olacaq neçə? Bizdə 2-lərin sayı 14-ə bərabərdir. Daha doğrusu 16-ya bərabərdir, düzdürmü? Buradan da 3F8, bunun əvəzinə 2 yazsam 22 olacaq. F8 də bərabərdir 22 bölünsün 3. Cavabımız A bənd. Deməli uşaqlar, 6-cı sualın həllini mən keçən videoda izah eləmişəm. Yəni 11-ci sinifin həll izahına baxıb həllini görə bilərsiniz. Burada da cavabımız D bəndi olacaqdır.
6 və -1 bizim şərtimizi ödəyir. Həllinə 11-ci sinif videosunda baxa bilərsiniz. 7-ci sual uşaqlar. 7-ci sual da sadə bir sualdır. Biz bilirik ki, kökün altındakı ifadə 0-dan böyük bərabər olmalıdır. Ona görə 5x çıxılsın 6 böyük bərabərdir 0-dır. Düzdürmü? Kökün altındadır. Digər tərəfdən 6 çıxılsın 5x-da böyük bərabərdir 0-dan. Buradan əldə edərik ki, baxın, bu ifadənin əksidir. Və ikisi də eyni zamanda 0-dan böyük bərabərdirsə, bu deməkdir ki, 5x çıxılsın 6 bərabərdir 0-dır. Və həmçinin 6 çıxılsın 5x-da bərabərdir 0-dır. Bunların əvəzinə 0 yazsaq, cavabımız 11 bölünsün 11. Yəni, 1 olmuş olacaq. Cavabımız C-bəndi. 8-ci sual da sadə bir sualdır. Bu ifadənin son rəqəmini istəyir bizdən. Uşaqlar, yadınıza qalsın. Əgər əlimizdə bir faktorial varsa və bu faktorialın sonuncu rəqəmindən söhbət gedirsə, 5 faktorialdan sonrakı hədlər, yəni 5 faktorial, 6 faktorial bu şəkildə davam edəsək, bunların sonuncu rəqəmi 0 olacaq. 5 faktorial neçədir? 120. Sonuncu rəqəm 0. 6 faktorial neçədir? 720. Sonuncu rəqəm 0. Bu deməkdir ki, uşaqlar, mən 6 faktorialdan sonraki hissələri ata bilərəm. Çünki sonuncu rəqəmlərə təsir eləmirlər. Eyni qayda ilə 5 faktorial, 7 faktorial və bu şəkildə 9 faktorial da ata bilərəm. Çünki bunların da sonuncu rəqəmi 0-dır. Deməli, bu ədədin sonuncu rəqəmi bu 4 ifadənin arasında müəyyən olunacaq. Bunun qiyməti 2 plus 24 çıxılsın 6 çıxılsın 1. Bu da olacaq 19. Bu deməkdir ki, bizim sonuncu rəqəmimiz 9-dur. Cavabımız D bəndi. 9-cu sual. Deməli, uşaqlar, bizim əlimizdə 2 dənə boru var. Birincisi boş hovuzu 8 saata doldurur. İkinci boru isə boş hovuzu 6 saata boşaldır. Hovuz boş olduqda hovuzu dolduran boru açılır. 4 saat su axdıqdan sonra hovuzun dibində olan boşaldan ikinci boru açılır. Buna görə hovuzun suyu neçə saata boşalar deyibdir. Baxın uşaqlar, bizim əlimizdə 2 dənə deməli boru var və biri 8 saata doldurur, ikincisi 6 saata boşaldır. Bunların əkobunu götürürəm ki, hesablamaq rahat olsun. Tutalım ki, bizim hovuzumuz 6 ilə 8-in əkobu 24-ü götürürəm. 24x litr su tutsun. Əgər birinci boru bunu 8 saata doldurursa, onda 1 saata uşaqlar 8 saata 24x litr doldurursa 1 saata 3x litr su dolduracaq. İkinci boru 6 saat hovuzu boşaldırsa, bu deməkdir ki, 1 saata 4x litr su boşaldacaq. İndi hovuz boşdur. Hovuzu dolduran boru 4 saat işləyir. 1 saat 3x litr su doldururdusa, bu 4 saat işləyəndən sonra 12 litr su dolmuş olacaq. Yəni hovuzda 12 litr su var. Və 12 litr su olandan sonra ikinci boru da açılır. Və uşaqlar, 1 saatda birinci boru 3 litr doldurur, ikinci boru, daha doğrusu birinci boru 3x litr doldurur, ikinci boru 4x litr boşaldır. Bu deməkdir ki, 1 saatda ikisi eyni zamanda açılsa, x litr su boşalacaq. X litr su. Düzdürmü?
Və ikinci boru açılanda 12 litr su var idisə, 12x litr su var idisə və 1 saatda ikisi bir yerdə işləyəndə x litr su azalırsa, deməli mən 12x-i x-a böləcəm və bu da mənə 12 verəcək. Deməli 12 saatdan sonra hovuz tamamilə boşalar. 10-cu sual. 10-cu suala baxırıq. Deməli uşaqlar, bizə deyilib ki, 6 üstü x vurulsun 10 natural ədədinin müsbət bölənlərin sayı 40-a bərabərdir. Birinci, əgər biz müsbət bölənlərin sayını tapmaq istəyiriksə, bu ədədi sadə vuruqların hasili şəklində göstərməliyik. 6 üstü x-i 2 üstü x vurulsun 3 üstü x vurulsun 2 vurulsun 5 şəklində yazsaq, bu olacaq 2 üstü x plus 1 vurulsun 3 üstü x vurulsun 5. Düzdürmü? Bunun müsbət bölənlərin sayı 40-dır. Müsbət bölənlərin sayını tapmaq üçün nə edirdik? İfadəni sadə vuruqların hasili şəklində göstərib, sadə vuruqların qüvvətlərinin üzərində bir gəlib bir-birinə vururduq. Onda bizim buradakı buradakı bölənlərimizin sayı nə olacaq? X plus 2, x plus 1 vurulsun 1 plus 1 bərabər olmalıdır 40-a. Buradan da alarıq ki, bu hasil 20-dir. Buradan da əldə edərik ki, x plus 1 4 imiş, x plus 2 5 imiş, yəni x bərabərdir 3-dür. Bizdən də 15 üstü x-in, yəni 15 üstü 3-ün müsbət bölənlərinin sayını istəyirdi. Bu da 3 üstü 3 vurulsun 5 üstü 3-dür. Müsbət bölən sayı olacaq 3 plus 1 vurulsun 3 plus 1. Yəni 16. Cavabımız A bəndi. 11-ci sualın da həllini həmçinin 11-ci sinif videomuzda izah eləmişəm. Oradan baxa bilərsiniz. Burada da cavabımız səhv eləmirəmsə Y bəndi olmalıydı. 12-ci sual. 12-ci sualda uşaqlar A-nın B-yə nisbətini kök altı 3 veribdir. Bu deməkdir ki, A bərabərdir kök altda 3B. Düzdürmü? Və bizdən x kvadratın qiymətini istəyirdisə, bu ifadənin hər iki tərəfini kvadrata yüksəltsəm, x kvadrat bərabərdir. Bunun kvadratı plus bunun kvadratı, düzdürmü? Hansı ki o 2A-dır, çıxılsın 2 dənə AB. Yəni bu ikisinin hasili də kök altda. A kvadrat çıx B kvadratdır. Bölünsün. Bu isə olacaq kök altda 3, çıxılsın kök altda 2. Uşaqlar, gətirib A-nın əvəzinə kök altda 3 yazsam, 2 kök altda 3A, 3B çıxılsın və burada da A-nın əvəzinə kök altda 3B qoysaq, bu olacaq 2 kök altda deməli 2B kvadrat. Və həmçinin uşaqlar, bizim B-miz müsbət ədəddir. Niyə müsbət ədəddir? Çünki A plus B, yəni kök altda A plus B var deyə A plus B müsbətdir. Mənfi olmayandır ən azından. A-nın əvəzinə kök altda 3B yazsam, olacaq B vurulsun kök altda 3 plus 1. Böyük bərabərdir 0-dır deyə B də böyük bərabərdir 0-dır. Onda kökün altından B çıxacaq. Yəni bu mövzularda diqqətli olmaq lazımdır. Mənfi B də çıxa bilərdi. Bu olacaq 2 kök altda 2B bölünsün kök altda 3 çıxılsın kök altda 2. Bu isə 2B-yə bərabərdir. Cavabımız B bəndi. 13-cü sualda sadə bir sualdır. Deməli uşaqlar, gətirib burada belə bir bərabərlik verilibsə, gətirib burada 3x plus y-in əvəzinə 2x çıxılsın y yazsam, onda bunları toplasaz, bizim əlimizdə 6 dənə x çıxılsın y-in kvadratı olacaq. Hansı ki bu 96-dır. Buradan da x çıxılsın y-in kvadratı bərabərdir 16 çıxar. İki variantımız var. Birinci variant x çıxılsın y bərabərdir 4. Düzdürmü? Onda 3x plus y-imiz, baxın,
2 dənə x çıxılsın y-dir deyə 8 olacaq. Tərəf-tərəfə toplasaq x bərabərdir 3, y bərabərdir -1. Düzdürmü? Və həqiqətən də yerinə qoysaq şərtimizi ödəyəcək. İkinci variant x çıxılsın y-in -4 olmasıdır. Burada da 3x plus y bərabərdir -8 çıxar. Buradan x-i -3, y-i də 1 əldə etmiş olarıq. Və həqiqətən yerinə qoysaq şərtimizi ödəyəcək. Bu deməkdir ki, bizim 2 dənə həllər cütümüz var. Deməli uşaqlar, bu sualda da bu da sadə bir sualdır. Hər birini 2-nin qüvvətinə gətirmək lazımdır. Yəni 4 üstü 8, 2 üstü 16-dır. 16 üstü 4, bunun 2 üstü 4 olduğunu nəzərə alsaq, 2 üstü 16-dır. Bunu 2-nin kubu olduğunu nəzərə alsaq, 2 üstü 9-dur. 2 üstü 18. Düzdürmü? Bu da 2 üstü 8-dir. Bu da həmçinin 2 üstü 16. Bərabərdir A vurulsun 2 üstü B. Daha doğrusu uşaqlar 64 2 üstü 6-dır deyə. Bu olacaq 2 üstü 18. Üzr sayın. Aha. Deməli. İndi isə nə edirik? Bu ifadələrdən 2 üstü 16-nın mötərizə xaricəni çıxarsaq, nə qalacaq? 1 plus 1 plus 4 plus 4 plus 1. Bu da bizə verəcək. 11 vurulsun 2 üstü 16. Bərabərdir A vurulsun 2 üstü B. İndi hansı variantlar? Bir neçə variant mümkündür. Yəni, B'miz 16 olsa, A'mız 11'dir. A 11, B 16. Cəm 27 variantlarda yoxdur. A'mız 22, B'miz 15. Cəm 37 variantlarda yoxdur. 44, B 14. Variantlarda varmı? Yoxdur. 58 edir. A bərabərdir 88, B bərabərdir 13. Variantlarda varmı? Bəli, var. 88 ilə 13-ü toplayanda 101 edir. Cavabımız B bəndi. 15-ci sual. ABC üçbucağında AD mediandır. Gəlin şəklimizi çəkək. Bir ABC üçbucağımız var. Düzdürmü? Bir ABC üçbucağıdır. AD mediandır. AB'nin uzunluğu kök altda 18'dir. AS'nin uzunluğu kök altda 27'dir. Bunlar ikisi bir-birinə bərabərdir. Bizə deyilib ki, BAD bucağı əgər 60 dərəcə olarsa, DAS bucağını tapın. Bu bucağı tapın. Mənim fikrimcə bu sualda, yəni bir neçə variant mümkündür. Buradan mənim fikrimcə ən yaxşı variantlardan biri nədir? 2-3 bucağa sinuslar teoremini tətbiq etmək. Yəni, bura bir alfa desək, baxın, bura bir alfa desək, bura 180 çıxılsın alfa olacaq. Onda 3 bucaq ABD-də sinuslar teoremini yazsaq, BD-nin sinus 60 olan nisbəti bərabər olacaq kök altda 18-in sinus alfa olan nisbəti. Və uşaqlar, buradakı ideya nədən ibarətdir? Sinus 180 çıxılsın alfa ilə sinus alfaya bərabərdir. Ona görə sinuslar teoremindən istifadə etmək bizim üçün sərfəlidir. Digər tərəfdən 3 bucaq ADS-yə baxsaq, AC-nin deməli
Yəni AC-miz bizdə, gəlin belə yazaq. Deməli, DC-nin bu bucağa bir beta desək, sinus betaya olan nisbəti bərabərdir kök altda 27-nin sinus 180 çıxılsın alfa, yəni sinus alfaya olan nisbət. Bunların tərəf-tərəfə nisbətinə baxsaq, baxın uşaqlar, DC ilə BD bir-birinə bərabərdir deyə. Bunlar ixtisar gedəcək, sinus alfaları ixtisar getsə, alacağıq ki, deməli, sinus betanın sinus 60 dərəcəyə olan nisbəti bərabərdir kök altda 18-in kök altda 27 olan nisbəti. Düzdürmü? Bu da olacaq kök altda 2-nin kök altda 3 olan nisbəti. Sinus 60-ın da əvəzinə deməli kök altda 3 böl 2 yazsaq, buradan sinus beta deməli sinus betanı kök altda 2 böl 2 taparıq. Bu da betanın 45 dərəcəsinə uyğun gəlir. Yəni cavabımız C bəndi. Həmçinin uşaqlar, deməli 16-cı sualın da həllini 11-ci sinifdə çəkmişik. Videomuzdan gedib baxa bilərsiniz. 17-ci suala baxırıq. 17-ci sualda bizə nə deyilir? Deməli, 17-ci sualda deyilir ki, SBY bucağı DAC bucağına bərabərdir. Yəni, bura alfadırsa, burada alfadır. Sonra CD-ni 4 verib, BD-ni 3 veribdir. SY 2 olarsa bizdən AY-nin uzunluğunu istəyir. Yəni, X istəyir. Uşaqlar, birinci D-yə qövsünə söykənən bucaqlar alfadır deyə. Mən deyə bilərəm ki, BDYA 4 bucaqlısı sayklikdir. Yəni, bu 4 bucaqlılardan, bu 4 bucaqlının xaricindən çevrə keçir. Deyə bilərəm. Onda bu 4 bucaqlığın xaricindən çevrə keçirsə, kəsənlərin xassiyəsinə görə 4 vurulsun. Baxın, 4 vurulsun. 4 plus 3, yəni 7 bərabər olar 2 vurulsun 2 plus x-a. Buradan da 2 plus x bərabərdir 14. X bərabərdir 12 əldə edə bilərik. Bu deməli qısa yoldur. Nisbətən uzun yol nədir? Bura bir beta desək, baxın. 3 bucaq YBS ilə 3 bucaq DAC bir-birinə oxşardır. Alfa, beta, alfa, beta. Buradan da oxşarlıqdan görə bilərsiniz ki, BC-nin AC-yə olan nisbəti, yəni 7-nin x plus 2 olan nisbəti bərabərdir. Deməli, YC-nin DC-yə olan nisbəti. YC-nin, yəni 4-ün, daha doğrusu 2-nin 4-ə olan nisbəti. Buradan da həmçinin x plus 2-ni 14, x-i da 12 tapa bilərsiniz. Cavabımız Y bəndi. Uşaqlar, həmçinin 18-ci sualın həllində digər videomuzda çəkmişik. Cavabımız Y bəndi olacaqdır. 19-cu sualın da həlli digər videoda var. 11-ci sinif videosunda cavabımız Y bəndi olacaqdır və 20-ci sualın həlli də digər videomuzda var. Cavabımız A bəndi olacaqdır. Bugünkü videomuz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.